Peyğəmbər sallallahu aleyhi və səlləm nəsihət edir İbn Abbasa uşaq ikən. Deyir ki, ya quləm. Quləm 3 yaşdan 9 yaşa kimi olan uşağa deyilir. Deyir ki, ona ihfazillahə yahfazak. Allah'ı qoru ki, Allah da səni qorusun. İhfazillahə təciduhu ticahək. Allah'ı qoru ki, önündə tapasan. İzəstə'in təfəstə'in billah. İstəyəndə Allah'tan istə. Sonra bax, hansı kəlmələri işlədir. Diləyəndə Allah'tan dilə. Sonra deyir ki, bütün insanlar, cinlər yığışsalar, sənə nəyəsə bir zərər verməyə, Allah'ın yazdığından kənar bir şeyə zərər verə bilməzdir. Bütün insanlar, cinlər yığışsalar, sənə nəyəsə bir xeyir verməyə, Allah'ın yazdığından kənar bir şeyə xeyir verə bilməzlər. Qələmlər qalxıb, mürəkkəblər quruyub.